222. Hörmətli izləyicilər, qəşəng sərfəli qiymətə Mərdəkandayıq. Əla yerdə, 6 sotun içində şəxsi tikili bağ evimiz çıxıb satışa. Deməli, Qəbələ Xanlar restoranı var burada. Düz onun elə bil ki 100 metr məsafəsində. Həyətinə 2-3 dənə maşın girir. Şəxsi tikilidir, əşyalı satılır. Elə bu kondisionerin falan qədər qiyməti var. Evin içində də demək olar ki, hamısı təzədir. Gəl bura. Sənəd qaydasındadır. Orada sanuzildir. Yəni sanuzildən demək olar ki, istifadə olunmur. Kladovka kimi istifadə olunur. Hovuzumuz 3-ün 6-ya, 6 yarıma. Filtrli hovuzdur. Burada baseynlə çıxan kimi, yəni kölgədə dincəlmək üçün bax belə bir yerdir. Üzürü sayın. 9 metrdir. 3-ün 9-a. 3-ün 9-a. 3-ün 9-a. Hə. Bu qapını görürsünüz. Bu evdən deməli bu hissəyə 2 dənə çıxışı var. Girişi, çıxışı. Evdən bax bu baseyn hissəyə, yəni o tərəfə keçməmək şərti ilə bu tərəfə də çıxmaq olar. Gəl. And içmək üçün həyətində 2 dənə palma ağacı. Yəni yaşayışlı evdir. Planlar dəyişildi, ev sahibi satası oldu. Qiymət də ki, münasib. Aşağıdan qeyd edəcəm qiymətini. Əşyalı, səliqəli, tam təmiri. Deməli, bura giriş qapısıdır. Yataq otaqlarımız bu tərəfdədir. Amma biz baxaq birinci, bax bu qonaq otağımıza. Bir dənə bax bu televizor, bu da hədiyyədir. Bu televizor, plazma, bu çıxacaq. Belə də ki, hər şey təzədir, əşyalı. Bu qiymətə siz ev tapa bilməyəcəksiniz. Mən sizə açığı deyim. Sanuzildir. Demək olar ki, düşmə bir qiymət. Mətbəximiz. Halogeniklə tutmuş var da, interneti zadı, hər bir şey. Stipoldu evimiz 165 kvadrat metrdir. Bura yataq otağıdır. Bu yataq otağın içində sanuzeli var. Bu ikinci yataq otağımızdır. Bu da ki, üçüncü yataq otağımızdır. Buradan da qeyd edirəm, bayaq hovuz hissəsinə çıxan bax qapıdır. Qiymət münasib, otağın ölçüləri, evimizin sotu. Kim alsa Allah xeyir versin. Yaxşı təklifdir. Hə, bir də qeyd edirəm, evimizin üstü monolit betondur. Sağ olun.